Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəyov sadəcə musiqi sevərlərin yox, həm də xalqımızın fəxridir. Üzeyir bəy elmi musiqişünaslığın, musiqi təhsilinin əsasını qoyub və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına rəhbərlik edib. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanıb və dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olub. Görkəmli musiqi xadimləri onu profesional şərq musiqisinin atası adlandırıblar. Moskvada dahi sənətkarın yaradıcılığına həsr olunmuş musiqili gecə keçirildi. Gecənin təşkilatçısı isə Azərbaycanın Moskva şəhərində yerləşən Mədəniyyət və İncəsənət Studiyasıdır. Musiqili gecə Azərbaycan Respublikasının dövlət himni səslənərək açıldı. Qonaqların nəzərinə Üzeyir Hacıbəyovun ömür yolundan, yaradıcılığından bəhs edən film nümayiş olundu. Profesional şərq musiqisinin atası haqqında qonaqlara məlumat verildi. Первое образование получил в медресе, в совершенстве овладел персидским и арабскими языками. Уже в 13-летнем возрасте Üzeyir Hacıbəyov написал книгу «Китаби Мазакя» и сам рисовал иллюстрации к нему. Daha sonra studiyanın vokal kollektivinin tələbələri Elgün Bədəlovun rəhbərliyi altında Arşın Mallan filmindən fraqmentlər nümayiş etdirdilər. Telli və Vəli rolunu ifa edən Gülşən Bəşirova və Fərdi Abdullayevin çıxışı, əskər rolunu canlandıran Nurxan Quliyevin ifası tamaşaçıların üzündə təbəssüm yaratdı. Hava olsun Süleyman, hava olsun Süleyman, sen de bassan şeytan, öğrenip beni yola saldın, ben askerlik yaptan, öğrenip beni yola saldın, ben askerlik yaptan. Prezident mükafatı laureatı, Azərbaycanın gənc istedadlar qızıl kitabına düşmüş Nastanım Dadaşova isə dahi sənətkarın sənsiz, sevgili canan əsərlərini dilə gətirdi. Tədbir, Üzeyir Hacıbəyovun milli musiqi xəzinəsini yeni janr və formatla zənginləşdirən bir əsər, o cümlədən Azərbaycan peşkar musiqi sənətinin şahəsəri, dünya musiqi xəzinəsinin incilərindən olan Dahiyanə Koroğlu operasının uvertürası səslənərək sona çatdı. Nəzərinizə çatdıraq ki, Üzeyir Hacıbəyov 1908-ci il yanvar 18-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında tamaşaya qoyulan Leyli və Məcnun operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman şərqində opera sənətinin əsasını qoydu. O həm də Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Üzeyir Hacıbəyovun Ər-Arvad, Olmasın bu olsun, Arşın Mallan, musiqili komediyalarında o dövr Azərbaycan məişəti, xalq adət ənənələri öz əksini tapıb. Üzeyir Hacıbəyov həmçinin Azərbaycan Xalq Cümhuriyyəti, həm də Yeni Azərbaycan Respublikasının dövlət himnlərinin musiqisinin müəllifidir.